Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Mən bugün sizə Böyük Səlcuq dövlətinin izahını verəcəm. Dünya tarixində böyük rol oynamış Səlcuq dövlətinin adı Səlcuq bəyin adından götürülmüşdür. Səlcuq bəyin atası Toqaq bəy vaxtı ikən Oğuz dövlətində subaşı vəzifəsində olmuşdu. Sonra atası dünyasını dəyişəndən sonra onun yerinə, Toqaqın yerinə oğlu Səlcuq gəlmişdi. Lakin zaman keçdikcə Səlcuq bəyin, Səlcuqun məhz Oğuz Yabqusu ilə, yəni Oğuz dövlətinin başçısı ilə münasibətləri pisləşdiyinə görə avtomatik olaraq, belə deyək də, Səlcuq bəy öz ətrafında olan tərəfdarlarını götürüb məhz cənuba doğru, Cənd şəhərinə doğru köç etmişdi və Cənd şəhərində İslam dinini qəbul etmişdi. İslam dininin qəbul edilməsi isə Səlcuq bəyin nüfuzunun artmasına səbəb olmuşdu. Səlcuqdan sonra onun nəvələri Çağrı bəy və Toğrul bəy hər ikisi bu ad uğrunda, belə deyək də, mübarizə aparmışlar. Və onlar nəticədə iki dövlətlə, yəni Qaraxanlı və Qəznəvilərlə mübarizə aparmışlar. Və bu mübarizədə onlar güclənmişdi, tarix səhnəsində daha da möhkəmləndirmişlər öz hakimiyyəti. Amma bununla belə onlar həm də köç etmək məcburiyyətində qalmışlar. Və hara köç etmişlər? Həmin Çağrı bəy və Toğrul bəy Anadoluya köç etmişdi uşaqlar. Anadoluya köç etmişlər və burada onlar Bizansla mübarizə aparmışlar. Xüsusilə də bu mübarizədə 1015-ci il mübarizəsini qeyd etmək olar. 1015-ci ildə Çağrı bəy kəşfiyyat xarakterli yürüş təşkil etmişdi Bizansın üzərinə və Bizans qüvvələrini məğlub etmişdi. Van gölü ətrafında, bir də Naxçıvan ətrafındakı ərazilərin təhlükəsizliyi təmin olunmuşdu bu kəşfiyyat xarakterli yürüş nəticəsində. Daha sonra 1030-cu illərdə, yəni 11-ci əsrin 30-cu illərində məhz Qəznəlilər Səlcuqluların Xorasanda məskunlaşmasına icazə vermişdi. Bir də deyirəm, Xorasanda Səlcuqluların məskunlaşmasına Qəznəli hökmdarı Sultan Mahmud Qəznəli icazə vermişdi. Lakin Sultan Mahmud Qəznəlinin vəfatından sonra həmin Səlcuqlular Xorasanda gözəl bir idarə etmə sistemi qurmuşlar. Hətta xalq da bunu, belə deyək də, qəbul etmişdi. Xalq da Səlcuqluları müdafiə edirdi, onları istəyirdi və bunu görən Sultan Məsud, yəni Mahmud Qəznəldən sonra hakimiyyətə gələn Sultan Məsud bunu, belə deyək də, öz dilimizdə desə, paxıllıqla qarşılamışdı və onları sıxışdırmağa başlamışdı. Amma bütün bunlara rəğmən sonda, belə deyək də, məğlub olmuşdu deyə Xorasanı vermişdi kimlərə? Səlcuqlulara və Səlcuqlular da xüsusən də 1-ci Toğrul 1038-ci ildə paytaxtı Nişapur olan tarixdə Səlcuq dövlətinin əsasını qoymuşdu. Nişapur paytaxt 1038-ci il 1-ci Toğrul. Bu, Böyük Səlcuq dövlətinin yaranması deməkdir. 1-ci Toğrul ilk dəfə olaraq dini dövlətdən ayırmışdı. Din dövlətdən ayrılanda yaranmış yeni dövlət necə adlanacaq? Dünyəvi dövlət. Artıq dünyəvi dövlətin əsasını kim qoyacaq? Toğrul qoyacaq. Toğrul 1038-dən 1063-ə qədər hakimiyyətdə olmuşdu. Bunu eşidən, yəni Böyük Səlcuq dövlətinin yaranmasını eşidən Sultan Məsud o dövrün tarixçilərinin verdiyi məlumata görə məhz 50 minlik ordu ilə, hətta 300-dən çox döyüş fili ilə, yəni belə bir ordu ilə Hindistan səfərini yarımçıq qoyur Sultan Məsud və Toğrul üzərinə hərəkətə başlayır. Və dövrün tarixçilərinin məlumatına görə deyir, bütün Türkistan belə həmin ordunun qabağında dura bilməzdi. Və tərəflər arasında 1040-cı ildə Dəndənəkan döyüşü baş verir. Dəndənəkan. Kimlər arasında? Səlcuqlularla Qəznəvilər arasında. Kim qalib gəlir? Həmin o böyük orduya sahib olmasına baxmayaraq Qəznəlilər məğlub olur, Səlcuqlular qalib gəlir. Bu qalibiyyətdən sonra elə həmin ildə Mərv qurultayı keçirilir. Mərv qurultayıdır. Onu da qeyd edeyim ki, Dəndənəkan döyüşü nəticəsində Səlcuqlular Mərkəzi Asiyada aparıcı dövlətə çevrilir. Sual düşsə ki, Səlcuqlular Ön Asiyada nə vaxt aparıcı dövlət olur? Malazgirt döyüşündən sonra. Çünki Malazgirt özü Ön Asiyada yerləşirdi. Dəndənəkan özü Mərkəzi Asiyada yerləşirdi.
Yəni harda qələbə qazanmısansa, sənin mövqeyin orada nə olur? Möhkəmlənir. Dəndənəkən döyüşü ilə Mərkəzi Asiyada mövqeyini möhkəmləndirirlər. Malazgirt döyüşü ilə isə ön Asiyada öz mövqelərini möhkəmləndirirlər. Kimlər? Səlcuqlular. Mərv qurultayında qərar alınır ki, artıq biz niyə Qaraxanlı, Qəznəvi kimi dövlətlərlə mübarizə aparaq ki, biz elə hücum edək Bizansın üzərinə, Cənubi Qafqaza, Azərbaycanda olan müsəlman dövlətlərinə mübarizə aparaq və Dəndənəkən döyüşündəki qələbəyə görə Toğrula nə titul veriləcək? Sultan. Sultan. Bunlar bütün bu qərarlar harada alınır? Mərv qurultayında alınır. Daha sonra 1-ci Toğrulun zamanında 1043-cü ildə paytaxt Nişapurdan Rey şəhərinə köçdü. 1-ci Toğrul daha sonra Cənubi Qafqaza hücum edir. Cənubi Qafqaza hücum isə 1054-cü ildə baş verir və siz bilirsiniz ki, 1054-cü ildə Azərbaycanda 2 dövlət, bir də Tiflis Müsəlman Əmirliyi Səlcuqlara tabi olur. Bunlar hansılardır? Rəvvadilər, Şəddadilər və plus da Tiflis Müsəlman Əmirliyi 1054-də Səlcuqlardan asılığı qəbul edir. Bir il sonra, yəni 1055-ci ildə Bağdad üzərinə hücum edir və Abbasi xəlifəsi məğlub olur və Abbasi xəlifəsi 1-ci Toğrulun hakimiyyətini qəbul edir. Və beləliklə 1-ci Toğrulun belinə 2 qılınc bağışlayır. Onu 1-ci Toğrulu Şərqin və Qərbin hökmdarı adlandırır. Kim? Abbasi xəlifəsi. Yəni burada əslində Toğrulun məqsədi, çünki o dövrdə Abbasi xəlifəsinin nüfuzu böyük idi. Abbasi xəlifəsinin nüfuzu altında Toğrul bir növ öz hakimiyyətini gücləndirməyə çalışırdı. Yəni belə deyək də, güclü bir şəxsdir Abbasi xəlifəsi. Sanki o təsdiq eləsəydi ki, bəli, Toğrul güclü hökmdardır. Müstəqil bir dövlət yaradıb. Hətta mən belə ondan asılıyam. Bu sözləri belə deyək də deməsi, ifadə eləməsi bütün dünyada, dünya tarixində Toğrulun nüfuzunun yüksəlməsi deməkdir. Çünki elə bir şəxsiyyət bunun haqqında belə sözlər deyib. Baxın, məsələ bundan ibarətdir. Və Toğrul haqqında bu qədər. Toğruldan sonra varisi olmadığına görə bəli, Çağrı bəyin oğlu Alp Arslan hakimiyyəti gəlir. Alp Arslan. Hakimiyyət illərini yazaq. 1063, 1072. Alp Arslanın dövründə ilk olaraq 1065-ci ildə Rəvvadi dövlətinin varlığına son qoyulur. Bəli, 1065-də Rəvvadiyə son qoyulur. Baxın, Rəvvadinin aslı hala salınması Toğrulun dövrüdür. Rəvvadinin varlığına son qoyulması isə Alp Arslan dövrüdür. Bəli. 1066-cı ildə bir il sonra, siz bunu bilirsiniz, Şirvanşahlar xərac verməklə asılığı qəbul edir. Hətta 1-ci Fəribürs şah tituluna məhrum olunur və məlik titulu daşır. Yəni Şirvanşahlar da Səlcuqlulardan asılı olur. Hətta Azərbaycan tarixindən belə bir məlumat da verə bilərik. Şirvanşahların tabi edilməsilə Səlcuqlular bütün işğal prosesini yekun vurdular. Yəni başa çatdırdılar. Düzdürmü? Düzdür. Alp Arslan dövründə Bizansla münasibətlər gərginləşir və beləliklə tərəflər arasında 1071-ci il avqustun 26-sında Malazgirt döyüşü olur. Malazgirt. Kimlər arasında olur? Səlcuqlularla Bizans. Kim qalib gələcək? Səlcuqlular. Sonra bu döyüşdə Bizanslara kimlər dəstək olmuşdu? Ermənilər. Bəli, Avropanın bir çox dövlətlərinə hətta yardım istəmişdi. Eyni zamanda Oğuz və Peçenik türk tayfaları da, türk tayfası deyirəm ha dilimdə, Bizansa dəstək olmuşdu. Amma, lakin döyüşün gedişində həmin o türk tayfaları nə edəcəklər sizcə? Ay, sağ ol, yer dəyişəcəklər. Keçəcəklər soydaşlarının tərəfinə, Səlcuqluların tərəfinə. Və bu döyüşdə bilirsiniz hansı taktikadan istifadə olunur? Turan taktikasından, bəli, təxmini qısa şəkildə izah edək Turan taktikasını. Bu, deyək ki, Səlcuqluların ordusudur, bu da Bizansın ordusudur, hücum edir, mərkəzə zəif ordu yerləşdirilir, sağ və sol cinahlara güclü ordu yerləşdirilir, hücum edəndə mərkəz geri çəkilir, güya ki məğlub olub, amma sağdan və soldan cinahlar sıxışdırır və düşməni həlqəyə salır, beləliklə məğlub edir. Bu tarixdə Turan taktikası hesab olunur. Malazgirt döyüşündə də istifadə olunub. Alp Arslan artıq hazırlaşır ki, belə deyək də, Qaraxanlılar üzərinə hücuma başlasın və Qaraxanlılar üzərinə hücum edir. Nəticə etibarilə
suiqəst nəticəsində öldürülür və bu yürüş yarımçıq qalır. Alp Arslan haqqında bu qədər. Alp Arslandan sonra hakimiyyətə bəli, oğlu Məlik Şah gəlir. Məlik Şah. İlk növbədə bilək ki, hakimiyyət illəri 72-92-dir. Məlik Şahın dövrü çiçəklənmə dövrü hesab olunur. Çiçəklənmə, yəni ən qüdrətli dövrdür. Bəli, Nizam-ı Mülk, atasının vəziri olmuş Nizam-ı Mülk, Məlik Şahın ən yaxın köməkçisi olur. Dövləti möhkəmləndirmək üçün bir çox tədbirlər görür. Gəlin onların yaxından tanış olaq. Bizansdan daha ağır vergi alır. Bizans. Onu da qeyd edeyim ki, Malazgirt vuruşması nəticəsində Bizans məğlub olur və Bizans Səlcuqlarla müqavilə bağlayır. İllik xərac verir və lazım olduqda hərbi yardım belə hərbi yardım belə göstərəcəkdir Səlcuqlulara. Bax, bu məlumatda yadda saxlayaq. Yəni, Bizansdan xərac alınması, xərac, həm Məlikşah, həm də Alp Arslan üçün bəli, oxşar cəhətdir. Bizansdan xəraca sonra Qaraxanlar üzərinə hücum edir. Qaraxanlar üzərinə hücum edir. Qaraxanları məğlub edir. Qaraxanları da xərac verməyə məcbur edir. Gördüyünüz kimi Bizansı da Qaraxanlarda xərac verməyə məcbur edir. 1088-ci ildə Şəddadilərin, bəli, Şəddadi varlığına son qoyur. Rəvvadilərin varlığına Alp Arslan, Şəddadilərin varlığına isə Məlik Şah son qoyur. Məlik Şah Suriyanı, Fələstini, Suriya, Pilus, Fələstin, sonra Konyanı, Ankaranı, bu əraziləri hamısını nə edir? Özünə tabi edir. Bunlar Məlik haqqında məlumat. Əlavə olaraq qeyd edirik ki, hərbi islahat keçirmişdi. Hərbi islahat. Hərbi islahatına əsasən tayfa prinsipindən imtina edib, tayfa müxtəlifliyi ordusunda tayfa müxtəlifliyi əsasında təşkil edib bu adam. Və sual düşsə ki, ordusunu tayfa müxtəlifliyi əsasında başqa hansı hökümdarlar təşkil edib? Deməli, Məlik Şahı götürəcəksiniz, sonra Çingiz Xanı götürəcəksiniz, Çingiz Xan. Və bir də ki, Azərbaycan tarixində Səfəvi hökümdarı Şah 1. Abbası götürəcəksiniz. Şah 1. Abbas. Bu üç hökümdar tayfa prinsipindən imtina edib, tayfa müxtəlifliyi prinsipi əsasında ordunu təşkil edib. Məlik Şah iqtisadiyyatı dirçəltmək üçün də bəzi tədbirlər görüb. Gəlin onlarla yaxından tanış olaq. Bəli. Deməli, karvan yollarının təhlükəsizliyini təmin edir bu adam. Bəzi tacirləri rüsumlardan azad edir. Bir də ki, vahid ölçü çəki pul sistemi yaradır. Vahid ölçü çəki pul sistemi də yəqin bilirsiniz. Yəni, deyək ki, məsələn, ölkənin hər yerində eyni puldan istifadə olunur. Birində, bəli, Sinşuxan da bu siyasət tətbiq etmişdir. Birində başqa puldan, digərinə və ya başqa ölçüdə bir yerdə 1 kilogram 1000 qramdır, bir yerdə 1 kilogram 100 qramdır. Belə deyək də, fərq ola bilməzdir. Vahid, yəni ölkənin dörd bir yanında bir çəkidən, bir puldan, bir ölçüdən istifadə olunurdu. Bunu da Məlik Şah yaratmışdı. Bu da iqtisadiyyatın inkişafına təkan vermişdi. Düzdürmü? Daha sonra Məlik Şahın zamanında Məlik Şahın bu uğurlarına görə ona Cahan hökümdarı adını vermişdilər. Cahan hökümdarı. Məlik Şahın zamanında paytaxt Rey şəhərindən İsfahana köçürülüb. İsfahan şəhəri oldu Məlik Şahın dövründə paytaxt. Son olaraq onu da qeyd edək ki, Məlik Şahın ümumiyyətlə zamanında, ümumiyyətlə Səlcuq tarixində ucqarları qoruyan sərkərdələrə uc torpaqları verirdilər. Onun da sahibi Ucbəyi adlanırdı. Necə ki, Məlik Şah ölür, Məlik Şah öləndən sonra dövlət zəifləyir. Nəticədə həm tabi edilən xalqları üsyan qaldırır, həm də hakimiyyətdə mübarizə baş verir ki, kim hakimiyyətə gəlsin. Bu da neyniyəcək? Dövləti zəiflədəcək. Nəticədə qəşəcə səlibçilər, birinci xaçlı yürüyüşü, səlib hücumları baş verəcək. Qüdsü, Suriyanı, Fələstini işğal edirlər. Və Qüds, Antioxiya, Tripoli, Edessa adlı krallıqlarını qururlar. Bu da ümumi tarix məlumatlarıdır, ümumi olaraq. Və daha sonra isə sonuncu hökümdar isə Səncərdən danışmaq istəyirəm. Sultan Səncər. Səncər. Bəli, 1118-1157. Səncər deyir ki, Qaraxanlı və Qəznəli. Bunlar üzərində, Qaraxanlı və Qəznəli üzərində uğurlu əməliyyatlar həyata keçirir, uğurlar qazanır. Amma
Monqol mənşəli Qarakitaylara məğlub olur. Qarakitaylar. Bu Qarakitaylara məğlub olması onun nüfuzunu sarsıdır. Çünki İslam dünyasında müsəlman dövlətin Monqollara məğlub olması Sultan Səncərin nüfuzunu aşağı salır və həmin o Qarakitaylar da Mavərən Nəhri ələ keçirirlər. Mavərən Nəhr. Mavərən Nəhr də Sırdərya və Amudərya çayları arasındakı ərazilər hesab olunur Asiyada, Mərkəzi Asiyada. Bir də deyirik Sırdarya və Amudərya çayları arasındakı ərazi Mavərən. Necə biz deyirdik Dəclə Fərəd çayları arasındakı ərazi nə adlanırdı? Mesopotamiya. Burada da eyni məna, eyni məzmuna gəlib çıxır. Və Sultan Səncərin ölümü ilə 1157-də artıq Böyük Səlcuq dövləti süqut edir, amma süqut edənə qədər parçalanma da var. Gəlin o parçalanmadan danışaq. Çünki Sultan Səncərin dövründə o boyda Səlcuq dövləti parçalanır. Gəlin görək hansı dövlətlərə parçalanır. Məsələn, Azərbaycanda yaranır Atabəylər dövləti, İraq Səlcuq sultanlığı, Anadolu sultanlığı, Kirman, Suriya, Xarəzm şahlar, bu kimi yeni dövlətlər meydana gəlir. Bu da Səlcuq dövlətinin parçalanması. Daha sonra 1157-də isə bu dövlət süqut edir. Mənim Böyük Səlcuq dövləti haqqında izahım bu qədər. Dinlədiyinizə görə təşəkkür edirəm.